ailelerine xüsusi teşekkürümü bildirirəm. Gələn ayaqlarımız var olsun. Bizim hər birimizin içimizdə bir vətən sevgisi var. 30 illik Qarabağ həsrətini tam verən Yaradanın bir gündə Qərb Azərbaycanın Allahın izniyle biz Qərb Azərbaycanlılar, eləcə də tüm Azərbaycanlılar, dünya Azərbaycanlılarının orada bayrağımızı en yüksek meyanda sancacağımız bir gün var. Dualarımız sizinledir. Vətənini, torpağını sevən hər bir şəxs bizim Allah tərəfindən mükafatlandırılmış qəlbimizdir. Dünyasını dəyişən şəhidlərimizin ruh xətrinə inşallah ki, onların canı yerdə qalmayacaq. Sonuncu gözyaşımız elə onlar olacaq. İnşallah ki, onların duaları bizim əsgərlərimizin və səngərdə olan bütün əsgərlərimizin üzərindədir. Dəmir yumruğumuzun ömrü uzun olsun, gücü daha güclü olsun. Cənab İlham Əliyev, eləcə də Mehriban xanım Əliyevanın danılmaz güclü və əsgərlərimizin üzərindədir. Dəmir yumruğumuzun ömrü uzun olsun, gücü daha güclü olsun. Cənab İlham Əliyev, eləcə də Mehriban xanım Əliyevanın danılmaz güclü və uzaq görən siyasətini sevərək dəstəkləyir və bir xalq olaraq, bir millət olaraq tek biz yok, dünya Azerbaycanlıları bu siyasete destekleyir ve sizinle bir arada biz sizinle. O demektir ki biz devletimizi ve başkanımızı seviyoruz. Teşekkür ediyorum. Yaxşı bir